Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugün 26 oktyabrda keçirilmiş OTK sınağının 11-ci sinif üçün olan informatika fənnindən olan suallarının izahına baxacağıq. Deməli, 61-ci sualdan başlayaq vaxt itirmədən. 61-ci sualda deyilir ki, çıxış qurğuları verilmiş variantı seçin. Deməli, çıxış qurğuları informasiyanın, belə loru dildə desək, çıxdığı qurğulardır. Məsələn, klaviatura informasiyanı daxil etmək üçündür. SSD ümumiyyətlə yaddaş qurğusudur. Nə giriş, nə çıxış qurğusu deyil. Proyektor çıxış qurğusudur. Bu, məsələn, burada doğrudur, amma SSD doğru deyil. Scanner giriş qurğusudur. Kamera da həmçinin giriş qurğusudur. Printer çıxış qurğusudur. Monitor da çıxış qurğusudur. Yəni, deməli, variant B imiş. Prosesor ümumiyyətlə çıxış qurğusu deyil də, düzdürmü? EML qurğusudur. Ona görə burada cavab olur B variantı. 62-ci suala baxaq. 62-ci sual deməli 62-ci sual hesablama sualıdır. Ona görə buradan hesablayaq. Deməli, ASCII standartında kodlaşdırılmış mətn faylının hər səhifəsində 32 sətr, hər sətrində 16 simvol var. Mətn faylının həcmi 10 kilobayt olduğu məlumdursa, fayldakı sətr sayını tapın. Biz bilirik ki, həcmi tapan zaman, deməli, əlifbanın i-si, yəni birinci ASCII-də, hansı ki 1 baytdır, vurulsun, sətr sayı, vurulsun, simvol sayı. Amma burada sualda bir qeyri-adilik var. Burada 32 sətr verir. Burada bizdən sətr sayını soruşur. Çox güman ki, biz burada sətri götürməyək. Bu yoxmuş kimi davranaq. Hələ ki, görək cavab çıxırmı? Deməli, sətr vurulsun, simvol şəklində olur. İndi həcmimizi bizim verir 10 kilobayt. Deməli, 10 kilobayt bərabərdir. Deməli, 10 kilobayt bərabərdir. Bizdə nə soruşur? Sətr sayını. Sətr sayı vurulsun. Simvol sayımız 16 dənədir. Yuxarıya yazılım silindi amma. Vurulsun, i-miz də 1 bayt ASCII-də. İndi buradan sətr sayını tapsam, olasıdır 10 vur 2 üstü 10 bayt. Düzdürmü? Kilobaytdan bayta keçəndə 2 üstü 10-a vurur. Bölünsün 16 vur 1 bayt. Baytlar ixtisar gedir. Qalır burada 10 vur 2 üstü 10 böl 16-nı da yazıram 2 üstü 4 kimi. Bu da olasıdır 10 vur 2 üstü 6. O da olur 10 vur 64 bərabər də 640 sətr. Sətr sayını axtarırdım da. 640 cavabı var. Əgər cavab 640 isə belə olmalıdır. Ancaq burada məsələn sətr orada qaralamışdım da. Bir dəqiqə. Deməli, burada sətr verilirsə əgər, başqa bir şey soruşursa, onu deyə bilmərəm. Yəni, sətri burada səhv kimi götürsək, məsələn ki, sətr sayı verilməməlidir, 32. Onda cavab A variantıdır. Sonra 63-cü suala baxaq. Burada deyilir ki, deməli, bu buradaymış. FB2 16 ədədinin 8-ci say sistemində qarşılığı hansı ədəddir? Deməli, 63-də. FB2 16-lıq. Deməli, burada bunu 8-ci say sisteminə çevirmək üçün biz 10-luq say sisteminə çevirib, sonra 8-liyə də çevirə bilərik. Və yaxud da 16-lıqdan birbaşa 2-liyə keçək, 8, 4, 2, 1 qaydası ilə. F-də, deməli, 8, 4, 2, 1 qaydası ilə keçsəm, deməli, necə olasıdır? F 15 deməkdir də. Yəni, hamısı 1 olasıdır. Çünki 8, 4, 2, 1-i toplayan da 15 edir. 1, 1, 1. Burada yəni 8, 4, 2, 1 qaydası ilə keçsəm, B 11 deməkdir. 11 olması üçün 8, 2, 1 olmalıdır. Yəni, 1, 0, 1, 1. Burada nə edirik? Yəni, hansıları toplayıramsa 1 qoyuram. 4-ü toplamadığıma görə onun altına 0 qoyuram. 2 də 8, 4, 2, 1 qaydasına görə yalnız 2-dir. Ona görə 0, 0, 1, 0 şəklində yazıram. İndi bunu 8-liyə çevirəndə 4-2-1 qaydasından çevirməli olduğuma görə 3-3 ayırıram. Bu şəkildə. Deməli, 4-2-1. Nəyin altının üstündə 1 var? 2-nin. Deməli, bura 2-dir. Burada 4-2-1. Baxın, 4 ilə 2-nin üstündə 1 var. Deməli, bunlar toplanıb 6 olmalıdır. 4-2-1. Yenə eyni şəkildə 6. Bu da hamısı 1-dir deyə 4-2-1 hamısı toplanır. Olur 7. 7, 6, 6, 2. O da olur burada B variantı. Sonra 64, 63, 63, 63 2 dəfə düşür peşin.
Sonra 64-ə baxaq. İnformasiyanın xassələri olan variantı seçin. İnformasiyanın xassələri deyiləndə obyektivlik, etibarlılıq, aktuallıq, adekvatlıq və s. bunlar nəzərdə tutulur. Deməli, ikilik bunun xassəsi deyil. Alilik deyə bir xassəmiz yoxdur. Sonra nəticəlilik şeydədir, algoritmdədir. Diskretlik deyə bir xassəmiz də yoxdur, tamlıq var. Deməli, etibarlılıq və anlaşıqlılıq informasiyanın xassələrinin içərisində var idi. Bəli, orada təxminən bir 10-a yaxın xassə var, onların içərisində bunlar var. 65-ci suala baxaq. Deməli, 65-ci sual hesablama sualıdır deyə hesablayaraq həll edirik. 32 səhifəlik elektron faylın cüt səhifələrində monoxrom standartda hazırlanmış 512x512 ölçüdə təsvir, 3-ə bölünən tək səhifələrin hər birində ASCII-də hazırlanmış 2048 simvolluq mətn var. Faylın yaddaşda tutduğu həcmi müəyyən edin. Deməli, 32 səhifəlik, burada 2 dənə həcmi hesablayasıyam. Birinci həcmi hesablayaq. Deməli, cüt səhifələr, 32 səhifəlik faylın cüt səhifəsi yəqin ki 16 dənə olar. Vurulsun. Monoxrom təsvir dediyinə görə, monoxrom yəni ağ-qaradırsa, burada i-si 1 bitdir. Demir tərzədə yazaq. 512 vur 512. Deməli, 512 vur 512 ölçüdə təsvir. İndi bunu hesablayaq. 16-nı 2 üstü 4 kimi yazıram. Vur 1 bit. Vur 512-ni 2 üstü 9 kimi yazıram. Bunu da 2 üstü 9 kimi yazıram. Bunu indi bizdən cavaba baxıram. Hamısı kilobaytlandır deyə 2 üstü 13-ə böləsiyəm. Çünki bitdən kilobayta keçəndə 2 üstü 13-ə bölünür. Burada olası da 2 üstü, deməli 9, 4, 9, 9. 4 ilə 9 üstlər toplanır 13. Bu da 9, 22. Böl 2 üstü 13-ə. Bölmə olanda 2 üstü 22 minus 13 olur 2 üstü 9. Bu da oldu 512 kilobayt. Birinci həcmimiz oldu 512 kilobayt. İndi ikinci həcmimizi tapaq. Həcm 2 bərabərdir. Deyir ki, 3-ə bölünən tək səhifələr. 32 səhifəlikdə 3-ə bölünən tək səhifələri tapaq. Deməli, 3 olasıdır. 6 məsələn 3-ə bölünür, amma tək deyil. 9, 15, 21, 27. Belə. Neçə dənədir? 5 dənə. Əgər düz tapdımsa, deməli 3, 9, 15, 21, 27, 5 dənə. 5 vurulsun. ASCII-də hazırlanmış 1 bayt vurulsun. 2048 simvol deyirsə də 2 üstü 11. Bölünsün. Baytdan kilobayta keçəndə 2 üstü 10-a bölürəm. Düzdürmü? Buranı pozaq. Bir-birinə qarışmaz. 2 üstü 10-a bölürəm. Burada da qalır. Deməli, 2 üstü 11-dən 2 üstü 10-a böləndə 11-dən 10 çıxılır. Qalır 2 üstü 1. 5 vur, 1 vur, 2 üstü 1. O da bərabərdir. 5 vur, 1, 5 eləyir. 2 üstü 1 də 2-dir. 5 vur, 2. O da olur 10 kilobayt. İndi burada faylın yaddaşda tutduğu həcmi deyir, müəyyən edin. Deməli, birinci burada 512 kilobayt tutdu. Burada da 10 kilobayt tutdu. Deməli, mən nə etməliyəm? 512 ilə onu toplamalıyam. Ümumi tapmaq üçün aslında 522 kilobayt. Yəni A variantı doğru olmuş olur. Sonra burada deməli 65. İndi 66-cı suala baxaq. Deyir hesablayın. 66-da. Cavabların hamısı kilobaytlandır. Deməli, 4096 kilobiti mən kilobayta çevirəndə, deməli, kilo hissələri eynidir deyə bitdən bayta keçəndə 8-ə böləsiyəm. Sonra üstə gəl. Bu onsuz ki kilobayt olduğu kimi qalır 1024. Üstə gəl 1024 baytdan da kilobayta keçəndə 1024-ə də 1024-ün özünə bölürəm. Burada olur, deməli, 4096-nı 8-ə böləndə 512 kilobayt. Üstə gəl 1024 kilobayt. Üstə gəl 1 kilobayt. Düzdürmü? 1024-1024 öndə bilirik. Burada 512-nin üstünə 1024 gəlsəm, olasıdır 6, bu da 1, 7 axırı. 1, 2, 3, 5 ilə 0, 5, bu da 1. 1537 kilobayt. Yəni C variantı 66-da. 67-də deyilir ki, hansı xidməti klaviş deyil? Xidməti klaviş. Deməli,
Bu PageUp xidməti klavişdir. PageUp nə də kursorun idarə olunması klavişidir. Yuxarı hərəkət etmək üçün istifadə olunur. Sonra 68-də RGB standartına verilmiş bu kodun rəngini müəyyən edin. Deməli, RGB standartında ümumiyyətlə qırmızı, yaşıl, mavidir da. Qırmızı, yaşıl, mavinin xüsusi kodlarını bilirik, düzdürmü? Deməli, burada yaşılla mavi cavab deyil. Məsələn, qırmızı nə idi? Əgər qırmızıdırsa, qırmızı 255 olurdu, digərləri 0 olur. Və yaxud da yaşıldırsa, qırmızı ilə mavi 0 olurdu, yaşıl hissəsi 255 olurdu. İndi burada ümumiyyətlə bu kodun rəngini əzbər bilmək lazımdır. Bu da sarı rəngi ifadə edir. Onu internetdə RGB-nin rənglərini araşdıraraq da tapmaq olar yəni. Sonra 69-a baxaq. Deyilir ki, 69-da eni 90 sm, uzunluğu 120 sm olan divara ən böyük hansı ölçülü monitor yerləşdirmək olar? Deməli, düyümlə gedir söhbət və yaxud da santimetr. Deməli, baxın, təsəvvür edin ki, bu bizim monitorumuzdur. Bunun eni 90 sm-dir. Uzunluğu da 120 sm-dir. Biz bilirik ki, monitorun ölçüsü deyəndə onun diaqonal ölçüsü nəzərdə tutulur, düzdürmü? Məsələn, bunu yaşılla göstərin. Baxın, bu hissədən söhbət gedir. Burada Pifaqor teoreminə görə mən burada hipotenuzu tapsam, deməli, hipotenuzu məsələn C hərfinə işarə edirəm. Əsasən elə işarə edirlər. Deməli, C bərabər kök altda 120-nin kvadratı üstəgəl 90-ın kvadratı. O da bərabərdir. Deməli, 120 144 yanı 2-dən 0 üstəgəl 90-da 81 yanı 2-dən 0. Bu şəkildə olasıdır. O da bərabər olasıdır. Deməli, toplasaq 255 yanı 2-dən 0. 255 yox, 225. 225. O da bərabər olasıdır. 225-dən 15 çıxır. Sıfırlardan da 1 çıxır. Olur 150. Deməli, bura 150 imiş. 150 nə? Santimetr. Çünki burada santimetrlə verir bizə. İndi 150 santimetr cavabı yoxdur. Düzdürmü? Santimetrlərin içində. Deməli ki, bunu düyümlə ifadə edir. Biz bilirik ki, bir düyüm 2,54 santimetrdir. Bəs onda 150 santimetrə neçə düyüm olar? Bunu tənlik kimi həll eləsək əgər, burada baxın santimetrin altına yazdım, tənasübün yazılma qaydasına görə. X bərabər orası 150 vur 1 böl 2,54. İndi bunu kalkulyatorda bir dənə hesablayaq. Deməli, 150 vur 1 böl 2,54. Bu da olası da 59. Tam neçəsə, düzdürmü? Bərabər də 59 tam neçəsə. Burada indi bu diaqonal deməli 59 düyüm olur. Çünki 60 olmadaq, yəni 60 götürə bilmərik. Ona görə olur burada B variantı. Sonra 70-ci suala baxaq. Deyilir ki, onluq say sistemində verilmiş 8 üstü 3 minus 4 üstü 2 ifadəsinin 2 say sistemində qarşılığında neçə ədəd 1 var? 8 üstü 3 minus 4 üstü 2. Bunu 2 üstü 3 üstü 3 kimi yazsam, minus 2 üstü 2 üstü 2. 2 üstü 2 üstü 2. Bu olur, qüvvətin qüvvət olundu, üstlər vurulur. 2 üstü 9 minus 2 üstü 4. Bu şəkildə yazdım. Qarşılığında neçə ədəd 1 var? Aha, deməli, burada mən bunu belə yaza bilərəm də. 1 yanında 9 dənə 0, düzdürmü? 2, 4, 6, 8, 9. Çıxılsın 1 yanında 4 dənə 0. 4, bu da 1. İndi bunu çıxsam, burada 4 dənə 0-ımı yazıram. Bu heç. Burada 0-dan 1-i çıxmaq olmur. Deməli, qonşuda yoxdur, bu qonşu, nəsə. Buraya qədər gəlirəm. Bura olası da deməli 1, 1, 1, 1. Bura olası da 2. 2-dən 1 çıxanda 1. Bunların hamısı da olur 1, 2, 3, 4 dənə 1. Bu da 0. Bu heç. Deməli, burada neçə dənə 1 oldu? 5 dənə. Yəni B variantı olasıdır. Burada başqa hansı yolla eləmək olar? Məsələn, 2 üstü 9, ikinci yolunu deyirəm. 2 üstü 9, 512-dir.
2 üstü 4 16-dır. 512-dən 16-nı çıxsam, olası da 496 deyəsən. Aha, 496. Bu 496-nı da adi bildiyimiz üsulla bu şəkildə 496-nı 2-yə bölə-bölə ikilik say sisteminə çevirib, orada da görəsiyik ki, yuxarıdakı kimi 5 dənə 1 alınır. Baxın, buradakı kimi 5 dənə 1, 4 dənə 0 formasında bir cavab alınır. Bunu bölə-bölə getsək. Sonra 70, 71-ə baxaq. Deməli, 71-də. Deyir ki, qeydiyyat üçün hər bir istifadəçi 10 simvollu şifrə və əlavə məlumat verilir. Şifrədə ingilis əlifbasının böyük və kiçik hərflərindən, onluq say sisteminin rəqəmlərindən və ulduz, sual, nida simvollarından istifadə edilir. Hər bir belə şifrə kompüter proqramında minimal və tam bayt uzunluğunda yazılır. Hər bir simvolda minimal mümkün bit sayı ilə kodlaşdırılır. Hər bir istifadəçinin qeydiyyatı üçün 20 bayt informasiya ayrılırsa, əlavə məlumat neçə baytdır? Deməli, 10 simvollu şifrə üçün, deməli, burada əlifbadakı simvolların sayını tapaq. Deməli, İngilis əlifbasının böyük və kiçik hərfləri. İngilis əlifbasında 26 dənə böyük hərf var, 26 dənə kiçik hərf var. Onluq say sistemində 10 dənə rəqəm var, 3 dənə də bu simvol. Deməli, 52, 62, bu da 3, 65 dənə simvol var. 65 simvollu əlifbada i neçədir? Deməli, 65 2 üstü 7 ilə 2 üstü 6-nın arasına düşdüyünə görə böyüyü götürülənir. Düzdürmü? Yəni 65 çünki 2 üstü neçəsə deyil. Burada oldu 7 bit. Bunu tapdım. İndi bir simvolum 7 bitdir. Bəs 10 simvollu əlifba deyir burada. Şifrə deyir. 10 simvolum nə qədər olasıdır? 70 bit. Düzdürmü? Amma burada da deyir ki, tam bayt uzunluğundadır. Tam bayt uzunluğundadırsa, deməli bu 70 biti 8-ə bölürəm. Olur 8 tam neçəsə. Bu da elə 9 bayt deməkdir. Çünki tam bayt dediyinə görə bundan böyüyü götürülənir. 9 bayt. İndi hər bir istifadəçi üçün 20 bayt informasiya ayrılır. Təsəvvür edin ki, şifrə plus əlavə məlumat, orada hələ əlavə məlumat da var, bərabərdir nəyə? 20 bayta. Şifrəmiz 9 baytdır. Əlavə məlumatımızı bilmirik. Ümumi də 20 baytdır. Onda əlavə məlumat, məlum məsələdir ki, nə qədər olmalıdır? 11 bayt olmalıdır ki, 9 ilə 11-i toplayım, 20 eləsin. Və yaxud da belə də tapmaq olar. Əlavə məlumat tənlik kimi 20 minus 9. O da bərabərdir 11. Da altdan yazmırıq. 11 bayt. Deməli, cavabımız olur burada A variantı. Sonra 71, 72-yə baxaq. Bu tənliyin hansı say sistemində həlli var? Deməli, baxaq. 54 plus 32 bərabər 86. Məlum məsələdir ki, 54 ilə 32-ni toplayanda, yəni 54 deyəndə burada 5-4 kimi də baxa bilərik say sisteminin əsasına görə. Bunları, yəni, adi bizim onluq say sistemində toplayanda 86 eləyir. Baxın, x 4 ola bilməz. Çünki dörtlük say sistemində 4 yoxdur. Burada 4 var, 5 var. Dörtlük say sistemində 5, 4 yoxdur. X 5 də ola bilməz. Çünki burada 5 var. X 5 də ola bilməz. X 7 də ola bilməz. Çünki burada olsa X axı hər yerdə ödəməlidir. Burada 8 var. Bu da ola bilməz. X 8 də ola bilməz. Çünki 8-lik say sistemində 8 yoxdur. Deməli, burada qalır Y variantı sadəcə. 73-cü suala baxaq. Deyilir ki, qarşılığı onluq say sistemində cüt ədədlər olan variantı seçin. Deməli, burada məcbur hamısını çevirməliyik. 73-də. Baxaq. Deməli, A variantına baxsam, burada 123 5-lik say sistemində. Yox. 123 5-lik say sistemində. 0, 1, 2. Olası da 25 plus 10 plus 3. Bu olası da 38. Bu cütdür. Sonra 135 7-lik say sistemində 0, 1, 2 bərabər 49 plus 21 plus 5. O da olasıdır 75. Bu oldu tək. Deməli, A variantını atdım. Gəldik B-yə. 1, 0, 0, 2-lik say sistemində. Bu olasıdır 4. 1, 2, 2, 4-lük say sistemində. Bu olasıdır 16 plus 8 plus 2. Bu da 26.
Bir də 135 altılıq say sistemində. Bu çox gümancı tək olasıdır. 36 bir 100, 18 bir 105. Bu da olur 44, 54, o da 5, 59. Bu oldu tək. B-ni də atdım. Sonra C-yə baxaq. 112 dörtlükdə 0, 1, 2. Bu yəqin ki, cüt olasıdır. Çünki dörtlük say sistemində sizə sonu cüt olmağa kifayət. Deməli, 16 bir 104, bir 102. Bəli, bütün rəqəmlər cütdür. Bu olasıdır cüt. Yəni, ümumiyyətlə, cəmdə bütün ədədlər cütdürsə, cəmdə cütdür deməkdir. Zaten 22 eləyir bu. Sonra 235 7-likdə 0, 1, 2. Deməli, 2 vur 49, üstə gəl 21, üstə gəl 5. Bu da olur 98, üstə gəl 26. Bu da yenə hər ikisi cütdür, bu da cütdür. Toplasaq da 124 eləyir deyəsən. 187-də 9-luqda 0, 1, 2. Olası 81, üstə gəl 72, üstə gəl 7. Bu da olur, deməli, 81 ilə 7-ni toplasam 88, üstə gəl 72. Burada da hər ikisi cütdür, cütlə cütü də toplayanda cüt olur. Deməli, elə cavab C variantıymış. Digər variantları siz istəsəz yoxlaya bilərsiniz. Vaxt itməsin deyə mən yoxlamıram. Sonra 74-ə baxaq. Bir simvolu minimal 7 bitlə kodlaşdırılan əlifbada ən az neçə simvol var? Baxın, burada ən az dediyinə görə deməli, burada söhbət nədən gedir 74-də? Deməli, 74-də 5 bitlə deyir da, düzdürmü? Biz bilirik ki, əslində normalda maksimum 2/5 32 ilə tapasıyıq. Amma burada ən az dediyinə görə, baxın bir şey deyim. Normalda məsələn burada əlifbada 20 simvol da olsa, düzdürmü? Bu 5 bitlə kodlaşır. Necə hesablayırıq? 20 2/5 ilə 2/4-ün arasındadır və 5 bit götürülənir. Bu şərti ödəyən ən kiçik ədəd də həmin aralıqda 17-dir, düzdürmü? 16 olsa 4 bitdir. Amma 17 olsa yenə 2/5 ilə 2/4-ün arasına düşür və yenə 5 bit götürülənir. Burada da ən az dediyinə görə 17 C variantını götürürük. 74-də oldu C variantı. 75-ə baxaq. Unicode standartında hazırlanmış mətn faylının ASCII standartını keçirdikdə simvol sayı necə dəyişər? Ümumiyyətlə, hansı standartda hazırlanmağından, hansı standarda keçirilməyindən asılı olmayaraq simvol sayı heç vaxt dəyişmir. Orada dəyişilən həcmdir. Sonra 76-da 16.000 Hz tezlikdə səs faylının hər herzi 8 bit informasiya daşıyır. 64 saniyə səs faylı yaddaşda nə qədər yer tutar? Deməli, burada nə edirik? Hər herzi 8 bit informasiya daşıyır. 64 saniyəlik dediyinə görə yaddaşda nə qədər yer tutar? Deməli, 1 herzi 8 bitdirsə, 76-nı yazıram da. 1 herzi 8 bitdirsə, 16.000 herzi də 16.000 vur 8 bit olasıdır. 64 saniyə deyəndə də 64 saniyəyə vururam. Və burada cavablar da kilobaytla da əsasən. Ona görə 3 dənəsi kilobaytlandır. 213-ə bölürəm. Burada olur deməli 16.000-də bunu yazıram. 16 vur 1000. Vur 8 yazıram 2/3. Vur 64 yazıram 2/6. Böl 2/13. O da bərabər. 16-nı yazıram 2/4. Vur 1000. Vur 2/3. Vur o da 2/2 edir. 9 edir. Da düzdür, üstlər toplanır. 2/9. 3 ilə 6 toplanır. Böl 2/13-ə. O da bərabərdir. Deməli, 1000-i yazıram bu tərəfdən. Vur 2/4, 2/9. Üstlər toplanır, olur 2/13. Böl 2/13-ə. Bunlar bir-birinə ixtisar gedir. Çünki eyni şeydir. Qalır 1000 kilobayt. Cavab da elə olur D variantı. D variantı 1000 kilobayt. İndi burada baytla bit cavabı da var, amma həmin variantda yəni uyğun gəlmir. Sonra 77-də informasiya modelinin növü deyil. Deməli, informasiya modelinin biz bilirik ki, cədvəl informasiya modeli var. Sonra, nə bilim, şəkil var, sxem var, sözlə təsvir olunan informasiya var. Amma makit deyə bir informasiya modeli yoxdur. Yəni, elə bir şey qaydalarda yoxdur. Sonra, burada 78-ə gəldik. Deyir ki, 25 vur 34 x-i müəyyən edin deyir altılıq say sistemində.
Deməli, burada bunu onluq say sisteminə də çevirib eləyə bilərik. 25 altılıq say sistemində vur, 34 altılıq say sistemində. Bunu 6 altılıq say sistemində vurmaq da olar. Amma onluq say sisteminə çevirmək də olar. İndi sizə hansı rahatsa ondan edə bilərsiniz. 2 6-lıqda. Mən onluğa çevirmək istəyirəm. Hələ ki 0, 1, 0, 1. Bu olasıdır 12 plus 5. 17 vur onluqda. Bu da olasıdır 22. Bərabərdir. 17-ni 22-yə vursaq, burada kalkulyatorda 17 vur 22. 374. Vaxt çox çətməsin, niyə burada vururam? 374. İndi bu 374-də altılıq say sistemini çevirsək, 37-də 6 dəfə, 14-də 2 dəfə. Qaldı 2. 62-ni 6-ya bölsəm 10 dəfə, 10-da 6-ya bölsəm 1 dəfə. Deməli, sondan əvvələ doğru da düzsəm, 1, 4, 2, 2. 1, 4, 2, 2 altılıq say sistemində. Olasıdır D variantı 78-də. Sonra 79-a baxıram. Deyir ki, Rum rəqəmləri ilə yazılmış bu ifadəsinin 8 say sistemi qarşılığını müəyyən edin. 79. Demək, C, C, X, C plus L, X, 101. C bilirik ki, 100, 100, 200, bu da 90 ifadə edir. Deməli, burada oldu 100, 100, bu da 90, 190. Niyə belə olur? 190. Üstə gəl, bu da olur 50, 10 və də 6. Yəni 66. Düz elədimsə əgər. 66. Bu da olur 256. Onluq say sistemində. Bunu deyir 8-lik say sisteminə çevir. Baxın, yoxsa mən səhv hesabladım. Yox, burada 290 olur. 290 olur, bu da 356 olur. Çünki variantlarda 356 cavabı var. Çaşdırmaq üçün qoyublar. Amma bu onluq say sistemindədir. Bizdən 8-liyə çevirməyimizi istəyir. Deməli, indi bunu da 8-liyə çevirməliyik. 356-nı da 8-liyə çevirsəm 4 dəfə 32, 36-da yenə 4 dəfə 32, 4. 44-ü də 8-liyə çevirəm 5 dəfə. Deməli, oldu belə. Sondan əvvələ doğru düzsəm 5, 4, 4, 8-lik say sistemidir. Bu da olur elə D variantı. 79 oldu D variantı. 80-cı suala baxaq. 80-cı sualda deyilir ki, deməli, skanerin növlərini seçin. Skanerlər bilirik ki, görüntü skaneri var. Sonra ştrix kod skaneri var. Bir də maqnetisk skanerlər var. Lazerli, matrisli, şırnaqlı. Bunlar isə printerin növləridir. Yəni skanerin növləri olasıdır B variantı. Sonra 81-ci suala baxaq. Bunu burada yazmaq lazımdır. Çünki yazdırmalı bir sualda. Deyir ki, ABCD simvollarından 4 simvollu şifrələr hazırlar. Şifrələrin sıralanması aşağıdakı kimidir. 115-ci şifrəni müəyyən edin. Baxın, birinci sırada gələn şifrə C, 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 C şifrəsidir. İkinci sırada gələn C, 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 D şifrəsidir. Üçüncü sırada gələn C, 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 B şifrəsidir. Bu şəkildə davam edir. İndi burada nə var? Bu əslində deməli ki, burada ABCD simvolu 4 dənədir deyə. Deməli, burada söhbət dörtlük say sistemindən gedir. Düzdürmü? Dörtlük say sistemində. Onda C-ni burada 0 kimi götürür, D-ni 1 kimi götürür, B-ni 2 kimi götürür, A-nı da 3 kimi götürəsidir. Burada C, 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 A-nı da 3 kimi götürəsidir. Niyə? Çünki burada bu birinci yerdə 0 dayanmalıdır, ikinci yerdə 1, üçüncü yerdə 2, dördüncü yerdə 3. O da nəyə əsasən olur? Məsələn, 0, 0, 0, 0, dörtlük say sistemində belə bir şey olsa, yəni bu C0-da, daha doğrusu 0, 0, 0 yox. 0, 1, 2, 3. Bu şəkildə olsa bu 0-dır. 0, 1, 2, yox, 0, 1, 2, 3. Bu şəkildə olsa bu 1-dir. 0, 1, 2, 3. Bu şəkildə olsa bu 2-dir və s. Burada deməli ki, C 0 imiş, 0-cı. D 1, B 2, A 3. Bu şəkildə indi bizdən nəyi soruşur? 115-ci şifrə. 115-ci şifrədə deməli burada 114 rəqəmini ifadə edən bir ardıcıllıq olmalıdır.
114 də burada nədir? Onluq say sistemindədir. Bunu biz dördlük say sisteminə çevirsək, 4-ə bölə-bölə getməliyik. 11-də 4 2 dəfə, 34-də də 4 8 dəfə. Oldu 2. 28-i 4-ə bölsəm, 7 dəfə. 0, 7-ni də 4-ə bölsəm 1 dəfə. Deməli, sondan əvvələ doğru da düzsəm buranı. Olası da 1, 3, 0, 2. Birinci nə idi? Birinci D idi. 3 B idi. Daha doğrusu yox, 3 B deyil idi. 1 D idi. 3. Bir dəqiqə, ben bunu yazım da burada. A, B, C, D. Deməli, C0, D1, B2, 3A. Hə. Deməli, D1, 3A, 0C, 2 də B. DA, C, B. Yəni bu şəkildə olur. Y variantındakı kimi. Burada sıralamayı yenə deyirəm. C burada ən başdadır deyə 0 qoydum üstünə. Yəni birinci olana 0 qoyuruq da. Çünki axı o ümumi 0-a bərabər olmalıdır bu hissədə. Burada. Ona görə. Deməli oldu Y variantı. Sonra 83-cü suala baxaq. Deyilir ki, verilmiş qraf nümunəsində dövrələrin sayını müəyyən edin. İndi burada belə bir şey eləyək. Deməli A, B, C, D, Y. Belə qoyuram. İndi buradan dövrələri yazaq. 82. Deməli A-dan başlayan dövrələri yazıram. Daha doğrusu dövrlər. Yəni ki, A-dan başlayıb qayıdan. Məsələn, A, B, C, A. Sonra A, B, C, D, A. Sonra A, C, D, A. Sonra bir dənə də bu var. B, C, Y, A. Deməli B, C, Y, A. Belə bir şey ola bilər ki, B, Y, C, D, A, B. B, Y, bura C olmalıydı, D yazdım. C deyib. B, Y, C, D, A, B. B, Y, C, D, A, B. Aha. 5 dənə. Bir dənəsi də məncə olmalıdır burada. Deməli, mən A, B, C, A-nı yazdım. Bir də A, C, D, A. Hə, onu da yazmışam. A, B, C, D, A. Bir də 5 dənə. 6-cı da var məncə. Bir də burada nə var? Deməli, 5 dənəsini yazmışdıq. Bir də belə bir şey də ola bilər ki, A, niyə belə olur? Mən onu bilmirəm. A, deməli, A, B, Y, C, A. Baxın belə A, B, Y, C, A. Belə zikzak kimi. Deməli, 6 dənə burada dövr olmuş olur. D variantında 83'də deyir, informasiya proseslərini seçin. İnformasiya prosesləri nə idi? Saxlanma, qəbul, saxlanma, ötürülmə, emal. Bu şəkildə. Deməli, emal var burada. Sonra toplanması. Elə bunlar 2 ilə 4. Vəsiyo. 2 və 4. Bu şəkildə. Sonra 84'ə baxıram. 84'də hesablama sualdır. Burada hesablayaq indi. 84'də. Qovluqda 16 alt qovluq və hər qovluqda 32 qrafik təsvir var. Təsvirlər 512/256 ölçüdə olub, CMYK standartında hazırlanmışdır. Qovluğun həcmini müəyyən edin. Deməli, burada 32 qrafik təsvir var. Təsvirlər deməli 32 vur, 2 üstü 9 vur, 2 üstü 8, 256 formada yazdım. CMYK-da da 4 baytdır. Megabaytla soruşur, 2 üstü 20-yə bölürəm. Baytdan megabayta keçəndə. Bu 2 üstü 5'dir. Deməli 2 üstü 5 vur. Bu ikisini toplayanda olur. 2 üstü 17 vur. 2 üstü 2. 4 də belədir. Bu da olur 2 üstü 17. O da 7. 24. Böl 2 üstü 20. O da olur 2 üstü 4. Üstlər çıxılır axı. 16 megabayt. İndi 16 dənə alt qovluq var. Təsəvvür edin, bir alt qovluq olur 16 megabayt. Bəs 16 dənəsi neçə olur? O da olur 16 vur 16, 256 megabayt.
Cavabımız olub 256 megabayt. Sonra 85-ci suala baxaq. Deyilir ki, verilmiş qraf nümunəsində A təpəsindən H təpəsinə gedən yolların sayını tapın. Baxaq, A-dan B-yə bir yol çıxır, A-dan C-yə də bir yol çıxır, D-yə də. B-dən də bir yollar çıxır, C-dən də həmçinin. D-yə 3 yol daxil olur, 3 yol çıxır. Y-yə 4 yol daxil olur, 4 yol çıxır. F-ə 1 yol daxil olur, 1 yol çıxır. C-yə, deməli 4 burada, 3 burada, 7, 8, 9. 9 yol daxil olur, 9 yol da çıxır. Deməli 4 buradan gəlir, 9 buradan gəlir, 1 də buradan gəlir. 4 plus 9 plus 1 o da olur 14 yol. Burada olur cavab 14. Sonra 86-ya baxaq. 15 təpəsi 20 tili olan yönəldilməmiş qrafın qonşuluq matrisində birlərin sayı sıfırların sayının fərqini tapın. Birlərin sayı ilə sıfırların sayının fərqini tapın. 86-da baxaq. Deməli 15 təpəsi var, 20 tili var. Deməli 15 dənə təpəsi varsa, burada ümumi 0 və 1-in sayı olası da 15-in kvadratı. Yəni 225. Düzdürmü? 20 dənə də tili var və yönəldilməmiş qrafda. Yönəldilməmiş qrafda yəni ki, həm A-dan B-yə yol var, həm B-dən A-ya yol var. Burada deməli baxaq görək necə olasıdır birlərin sayı, sıfırların sayı. Deməli burada nəyi tapaq? 20 dənə til olanda, ümumiyyətlə baxın belə bir qayda var. 20 dənə til olanda birin sayını tapanda tili 2-yə vururuq. Yəni 20-ni 2-yə vururam, 40 dənə burada 1 var. 40 dənə 1 olanda sıfırın sayını tapanda da ümumidən, yəni 225-dən 40-ı çıxıram. Olur 185 dənə 0. İndi deyir ki, birlərdən sıfırların sayını müəyyən edin. Deməli, sıfırların sayı 185-dir, birlərin sayı 40-dır. Bunların fərqini də tapanda olası da 145 bu şəkildə. Cavab olası 145. 87-yə baxaq. Deyilir ki, bunları uyğunlaşdırın. 87-də. Deməli, birinci 8192 kilobitdir. Bunu kilobayta çevirim. 8192-ni 8-ə bölüm. Olasıdır, deməli 8-ə bölümdə 1024 kilobayt. 1024 kilobaytda elə 1 megabayt deməkdir. Megabayt. O da olur 1-ə Y variantı. Sonra ikincidə 223 kilobitdir. Bu da 220 kilobayt deməkdir. Yəni 8-ə böldüm. Bu da 1 gigabayt deməkdir. 1-ə olur, 2-yə daha doğrusu olur A. Bir də 1 gigabaytda 8 gigabit deməkdir. Yəni bit olan 8-ə vururuq. O da olur C. AC. 3-də də 8-də 1 gigabayt bərabərdir. Gigabaytda da 8-də 1 vur. Bunu megabayta çevirsəm 210-a vurmalıyam. Olasıdır 256 megabayt. 256 megabayt cavabı var. Megabayt cavabı var. Amma burada nə edirik? Bir dəqiqə. 8-də 1 gigabayt. Burada yox, 256 olmur da, bu 128 olur axı. 128 megabayt. Çünki bu 2 üstü 3'dür. Orada da 2 üstü 10-dan 2 üstü çıxıram. 2 üstü 7 qalır. 128 megabayt cavabı yoxdur. Amma bu nə deməkdir? 128 megabayt da bərabərdir 128 vur 8 megabit deməkdir. O da olur 1024 megabit. O da olur D variantı. Deməli 1-ə olur. Bir dəqiqə 1-ə nə oldu? 1-ə oldu Y, 2-yə 1-ə Y, 2-yə A, C, 3-ə də D. Bu formada olur. 88-ə baxaq. Deməli 88-də deyilir ki, 8-lik say sistemində rəqəmləri fərqli ən böyük 2 rəqəmli ədədlə 6-lıq say sistemində rəqəmləri eynən 3 rəqəmli ədədin cəmini 7-lik say sistemində qarşılığını tapın. 8-lik say sistemində rəqəmləri fərqli ən böyük 2 rəqəmli ədəd 7, 6 bu formadadır. 6-lıq say sistemində rəqəmləri eyni ən kiçik 3 rəqəmli ədəd də budur.
Düzdür? Cəmini 7-lik say sistemində hesablayın. Bunu onluq say sisteminə çevirsəm olasıdır 56 plus 6, 62. Düzdür? Bunu da çevirsəm 36 plus 6 plus 1, olasıdır 43. İndi bunun ən böyük 2 rəqəm nədir? Ən kiçik rəqəmlərin cəmi 7 say sistemi. İndi 62 plus 43 bərabər olasıdır 105-ə. İndi 105-i deyir 7-lik say sistemində ifadə edin. 10-da 7 bir dəfə, 35-də 7 5 dəfə. 0, 15-də 7-yə bölürəm. Ən kiçik 3 rəqəm, bir dəqiqə seçək. Sayısal rəqəmlər fərqli, ən böyük 2 rəqəmlər, altı sayısal rəqəmləri eyni. Ən kiçik 3 rəqəmli ədədin 7-yə böləndə də 2 dəfə. 14, 1. Burada oldu 2, 1, 0, 7-lik say sistemində. Bu formada, yəni cavabımız oldu 2, 1, 0, 7-lik say sistemində 88-ci sualın cavabı 2, 1, 0, 7-lik say sistemində. İndi baxaq 88-ci suala baxdıq, 89-cu suala. Burada nə deyilir? Deyilir ki 89-da. Deyilir ki, SMYK standartında hazırlanmış 1024/2048 ölçülü təsvirlə eyni həcmə malik mətn faylı Unicode standartında hazırlanmışdır. Faylın hər səhifəsində 32 sətr, hər sətində 64 simvol olduğu məlumdursa, fayldakı sətr sayını tapın. Deməli, həcmini tapaq. Həcm, bir dəqiqə buradan yazmalıyım da, həcm bərabərdir. SMYK-da 4 baytdır. Vur 2 üstü 10, 1024 yazdım. 2048, 2 üstü 11, 2 üstü 11. Bölünsün. Bunu megabayta çevirək. 2 üstü 20-yə bölsəm, olasıdır 4 vur 2 üstü 21 böl 2 üstü 20. O da bərabərdir 4 vur 2 üstü 1. Düzdürmü? 21-dən 20 çıxılır. O da olur 8 megabayt. Sonra deyir ki, bu həcmdə olan malik fayl Unicode standartında hazırlanmışdır. Deməli, 8, daha doğrusu, bir dəqiqə, hazırlanmışdır. Sətr sayını tapın. Faylda sətr sayını tapın. Deməli. Birinci buradakı həcmi də tapaq, sonra o işə baxaq. Deməli, həcm 2 yazıram. Unicode-da 2 baytdır, vur. Sətr 32 2 üstü 5'dir, vur 64 simvol 2 üstü 6. Burada da fikir verirəm ki, burada da baxın, sətr sayını verir. Buradan yenə sətr sayını soruşur bizdən. Bu sətri buradan silib hesablasaq, deməli mən buradan da bunu silməliyəm. Təsəvvür edin ki, burada sətr yoxdur. Onda yazmalıyam ki, mən sətr sayını tapmaq üçün. Deməli, 8 megabayt bölünsün 2 bayt vur 2 üstü 6-ya. Bu olur 2 üstü 7, bu da olur 8 vur 2 üstü 20. O da olasıdır 8 vur 2 üstü neçə 20-dən 7 çıxsam 13. Bu da olur 2 üstü 3 vur 2 üstü 13. O da bərabər 2 üstü 16. O da 65536 sətr olur. Cavab budursa belə olmalıdır. Amma dediyim kimi o məsələdə bizdən məsələn sətri verib başqa bir şey də soruşmuş ola bilər. Səhifə sayı və s. yəni başqa sualın şərti də başqa olmuş ola bilər. Amma əgər bayaqki sualdakı kimi sətr sayını vermədiyini düşünsək əgər, cavab 65536 eləyir. Sonra sonuncu sual olan 90-cı suala baxaq. Deyilir ki, yönəldilməmiş qrafın qonşuluq matrisi aşağıdakı kimi verilmişdir. A və Y təpələri arasındakı məsafəni müəyyən edin və onu müəyyən edin deyir. Deməli, burada baxıram ki, neçədir bu sual? 90 idi də, hə. Burada yazaq. Baxın, D-dən 4 dənə til çıxır. 4 dənə burada tili çıxan elə 4 özüdür. Baxın, 4 özüdür. Deməli, burada 4 elə D-dir. Sonra, C-nin sadəcə B ilə əlaqəsi var. Yəni ki, C-nin bir dənə tili var. C bir dənə burada tili olan, bir dənə olan burada 1-dir. Deməli, C özü də 1-dir. Sonra B-dən 3 dənə çıxır, heç birindən 3 dənə çıxmır.
B-dən 3 dənə çıxır. 3 dənə çıxanda burada 2-dir. Baxın, ikincidən 3 dənə çıxır. 1, 2, 3. Deməli, bu 2-dir. Sonra A-dan da 2 dənə çıxır. Y-dən də 2 dənə çıxır. F-dən də C-dəndir. İndi baxıram. C-nin B ilə əlaqəsi var yalnız. Onu tapdıq, B-ni tapdıq. B-nin də yalnız C və A ilə əlaqəsi var. B-nin deməli 1C-dir. 4 D-dir. 3 onda nə olur? 3 məcbur A olmalıdır ki, A-nın da əlaqəsi var. A-nın da var Y ilə B ilə. 2B-dir, deməli 5 də olasıdır Y. Bizdən soruşurdu nəyi? A və Y təpələri arasında. A-dan Y-yə qədər məsafəni soruşur. A 3-dür, Y 5-dir. 3-dən 5-ə qədər məsafədə, baxın, 3-dən 5-ə qədər məsafədə görürəm ki, 17-dir. Burada deməli cavabımız olur 17. Yəni hər təpədən neçə tel çıxdığını müəyyən edərək bu tipli sualların da cavabını tapa bilirik. Deməli, əziz şagirdlər, bu videonu izləyən digər abituriyentlər, müəllimlər və s. Ümid edirəm ki, bu video sizdən ötürü faydalı oldu. Əgər nə isə yenə qaranlıq qalarsa, rəy bölməsinə qeyd etməyi unutmayın. İnşallah gələn görüşlərdə görüşərik. Gələn videolarda görüşərik.